Bəli. Bəs fikir yayılmamaq üçün nə etmək lazımdır? Rabitəni daha güclü etmək üçün nə etmək lazımdır? Namaza qədər olan halını qorumalısan. Dünya həyatındasınsa, özünü Allahın huzurunda hazır və nazır bilməlisən. Allahı zikr eləməlisən. Zikr nə üçündür bəs? Düzdür, namazın özü də bir zikirdir. Amma bir zikirdə var, namazdan kənar olan zikir. Və hər bir işdə Allahı zikr eləməlisən, çalışmalısan. Böyük ariflər var, deyirlər ki, duaları var, onlar deyirlər ki, Allahım, sənsiz keçirdiyim hər bir anıma görə, sənin zikrindən ayrı keçirdiyim hər bir anıma görə səndən bağışlanmaq istəyirəm. Bu, böyük ariflərin, böyük şəxsiyyətlərin halıdır. Amma biz sadə bəndələr heç olmasa müəyyən zamanlarda, yəni işlərdə Allahı düşünməliyik. Və gəlir dəstəmaz. Dəstəmaz bölümündə, dəstəmaz cismin paklanması vacib olan dəstəmaz ayəsində ki, vacib üzdür, qollardır və başda, ayaqda onlara məs çəkmək, yuyulması cismi cəhətdən təmizlik və eyni zamanda bu cismi cəhətdən təmizlik su ilə mənəvi cəhətdən ruhun pak olmasına təsir edir. Hədis var İmam Həsən əleyhissalamdan ki, dəstəmaz halında onun rəngi qaçardı. Artıq dəstəmaz halında o dərk edir ki, Allahın huzurunda neyniyəcək? Namaz qılxacaq. Hədis var ki, Ayşədən nəql olunub ki, Allahın Peyğəmbəri bizi ilə söhbət edirdi, birdən azan səsi gəldi. O sanki bizdən söhbət eləmir, eləməz hala gəldi. Yəni ki, artıq azan səsi gəldi, Peyğəmbərin halı, ruhu uçdu. Allahu Əkbər sədaları gəldi ya. Peyğəmbər salavatullah ayrıldı dünyadan. Zaten onun ruhunun cismən, ruhu cismən müəyyən qədər bu dünyaya bağlı idi. Hər zaman Pərverdigarı ilə bağlı olan halda idi. Amma dünyada olan hadisələri yoluna qoymaq üçün insanlarla, cəmiyyətlə ünsiyyəti vardı. Amma bu ilə bərabər hər zaman Allah ilə deməli, razı niyazda olardı, Allah ilə rabitədə olardı. Amma namaz halı xüsusi haldır. Ümmü Sələmədən hədis var ki, rəvayət var ki, deyir ki, gecənin bir aləmi oyandım, gördüm Allahın Peyğəmbəri namaz halında ağlayır. Zar-zar ağlayır. Dedim ki, ey Allahın Rəsulu, hələ siz Peyğəmbərsiz bu cür ağlayırsınız, onda vay bizim halımıza. Allahın Peyğəmbəri o namaz halında Allahın böyüklüyünü, əzəmətini gör, hansı halda görür ki, ağlayır. Əhl-i-Beyt imamlarımızdan, xanım Fatimə Zəhradan da bu barədə rəvayətlər var ki, onlar da namaz hallarında onların üzlərinin rəngi dəyişər, ayaqları titrəyərdi. Allahın, deməli, onlar məsum bəndələr idi. Peyğəmbər evinin nümayəndələri olublar, Peyğəmbər övladları olublar və Peyğəmbərin namazda keçirdiyi halları onlar da keçiriblər. Və onlar bizə bir nümunədir. Onlardan həyatlarından gələn rəvayətlər, hadisələr, eyni zamanda onların dilindən gələn hədislər ki, bu günümüzə nəql olunub, bizim kimi günahkar bəndələrə namazımızın hansı şəkildə olacağını bəyan eləyir. Belə bir rəvayət var, deməli, buyururlar ki, bir bəndə olur, abid, çox abid olan bir insan olur. Gecələr durub Allahına razı niyaz, ibadət eləyərmiş, ağlayarmış, gözünün yaşını tökərmiş. Gəlir şeytan onu vəsvəsə eləyir. Şeytan onu vəsvəsə eləyir ki, bu qədər ağlayırsan, sızlayırsan, ya Allah, ya Allah, ya Allah deyirsən, çağırırsan. Bəs Allah sənə niyə cavab vermir? Elə bir ki, bu vəsvəsə oturur yerinə, öz-özünə sual yaranır zeynində ki, doğrudan da mən bu qədər Allah'a çağıram, mənə niyə cavab vermir? O gündən bunun gecə namazları kəsilir. Bir gün, 2 gün, 3 gün, bir müddət kəsilir. Birdən deyir ki, ay Allah, narahatçılıq keçir ki, mən hər gecə qalxardım, Allah'ımı çağırardım, gözəl ibadətlər eləyərdim, razı niyaz eləyərdim. İndi mənim o namazlarım hara getdi? Çox narahatçılıq keçir ruhu cəhətdən və onun yuxusuna gəlir bir hatib, yəni müraciət edən səs gəlir. Səs ona müraciət edir, deyir ki, o ki gecələr ki qalxırdın, ya Allah, ya Allah, ya Allah deyib çağırırdın, gözünün suyunu tökürdün. O birisi gecə bir də qalxırdın, o biri gecə bir də qalxırdın. Bəs Allah Taala sənə cavab verirdi də.
hər dəfə ki, gecələr qalxırdın, Allahın rəhməti idi. O ki, gözlərindən yaş axıdırdın, Allahın rəhməti idi. Bunlar, Allah sənə buyla cavab verirdi. Deməli ki, o ki, biz Allahı çağırırıq, gözlərimiz kövrəlir, üzümüz kövrəlir, qəlbimiz kövrəlir, kövrəklik insanın üzündə göstərir özün. Və bu, Allahın bəndəsinə olan bir işarəsidir. Zaten Allah eşidir bizi. Biz onu başa düşmürük ki, Allah eşidir, görür. Amma bunu bəndə dərk edib duymalıdır ki, o xüsusi halda ki, bəndənin üzündə yaranır. Səcdə halında xüsusən. Namazın səcdəsi digər səcdələrdən müəyyən qədər fərqli olmalıdır. Yəni, namazı da o cür qılmalısan, səcdəyə o cür getməlisən. Buradan haşiyə çıxım ki, kənardan baxan desin ki, bu namaz qılır. Yəni, nə tez-tez səcdəyə qalxıb, əyilib qalxmaq olmaz. Nə də uzun-uzun yatıb zamanda səcdədə başını qoymaq olmaz. Bir rəvayət var ki, o deyir ki, Allahın Rəsulu bir gün görür ki, bir nəfər namaz qılır, tez-tez başını qaldırır, qalxır, salır, səcdəyə qaldırır. Deyir ki, mən sanki bunu bir qarğa halında görürüm ki, qarğa başını dimdiyin vurur, yerə qaldıran bu şəkildə görürüm. Yəni, bu o deməkdir ki, səcdənin özünün, namaz halında səcdənin özünün xüsusi zamanı var. Amma o səcdə halında da bəndə bəyək dedi ki, zikr elədi ki, nədir? Allahın böyüklüyünün ən ali, ən uca halıdır ki, nədir? Allahın xüsusi rəhməti nazir olur orada. Namaz halında insan Allah ilə munis olmağı bacarmalıdır. İnsan əgər Allahı ilə razı niyaz edə bilmirsə, o namaz onu qaldıra bilməyəcəksə, onun namazı namaz olmayacaq. Namaz elə bir haldır ki, o namazda insan dünyada olan baş verən hər bir şeyi unutmalıdır. Hər bir şeyi qoyursan qırağa, dəstəmaz alıb gəlirsən, ya bismillah, Allah Ekber deyirsən, keçirsən namazı. Namaz buna görə deyirlər, müminin meyracıdır. Namaz özü meyracda vacib olub. Allahın Rəsulu meyraca gedib, ona namaz vacib olub. Eyni zamanda müminin özünün meyracıdır. Yəni, insanın ruhunu yüksəkliyə aparan bir səbəb, bir vəsilədir namaz. Və namaz halında, namaz barəsində çox sayda hədislər var. Və Quran-ı Kərimdə də ayələr var. Namaz bəndən hansı hallarda ki, namaz qılmalıdır. Günün o 5 vaxt namazı ki, nazil olubdur. O 5 vaxt namazın da özünün zamanları var. İndi bu artıq təqibatlar mövzusudur. Görürsünüz, sübh namazında var ki, zamanını Allah göstərir, deyib, xəbər verib. Amma ondan sonraki o təqibatlar da buraxılır bəndənin ixtiyarına. Sübh namazından sonra müəyyən təqibatlar var ki, 2 rükət buyurulub və sübh namazından öncə çox gözəldir ki, sünnət namazı qılarsan. Sübh namazının sünnəti təkid olmuş bir haldır. Olar ki, digər namazların sünnətini, nafiləsini qıla bilməyəsən, amma sübh namazının sünnəti təkid olunmuş haldır. Sübh vaxtı, gecədən ayrılırsan, artıq günün açılan vaxtı, gündüzə keçən vaxtı, tulu eləyən vaxtı Allaha həmd səna edirsən, gündüzün ilk namazıdır və ondan öncə də o sünnət namazını qılmaq təkid olunubdur. Ümumiyyətlə, nafilə namazları barədə sual verirlər, hədislər var ki, bu barədə ki, nafilə namazları nə üçündür? O namazlarda ki, fikrin dağınır, nafilə namazları vacib namazlarda dağınıq fikrimizin zamanı ki, o razı niyazı pozulur, onu ödəmək üçündür nafilə namazlar. Əgər imkanın varsa, nafilə namazı da qıl. Yoxdursa, namazı o şəkildə qılasan ki, nədir? Namaz öz halında qala. Namaz səni meyraca qaldıra. Və meyraca, bəndə ki, qalxır, ruh ki, qalxır, gedir meyraca, o gözəllikləri seyr edir. O namazdan sonra da daha digər namaza qədər o halı saxlayır. Və o bəndə daha 10 cür namazı qılan bəndə günaha getməz.
Ona görə də deyirlər ki, namaz qılan günah etməməlidir. Namaz qılan, söhbət namazdan gedir. Hansı namazdan? Meyraca qaldıran namazdan ki, ruh ki qalxır meyraca, gedir orada paklanır, təmizlənir, saflanır, gəlir və digər namaza qədər özünü qoruyub saxlamalıdır. Bu namazın bir kriteriyalarıdır.